Salam, hər vaxtınız xeyir. Bu gün coğrafiya 7-ci sinif iş dəftərində dağların necə yarandığını bilirikmi mövzusu ilə bağlı tapşırıqları izah edərik. Birinci tapşırığımızda dağın elementlərini qeyd et. Burada A dağın ən hündür nöqtəsi olan zirvə, B zirvə ilə ətək arasında qalan yamac, C də dağın ən aşağı hissəsi, yəni ətək adlanır. Dağın elementlərinin hər birinə aid xüsusiyyəti yaz. A zirvə idi. Zirvə dağın ən hündür yeridir. B zirvə ilə ətək arasında qalan hissə, yəni yamac adlanır. C də ki, ətək adlanırdı. Yəni dağın ən başlanğıc yerinə, dağın ən aşağı hissəsinə ətək deyilir. Dağ və təpənin xüsusiyyətlərini Euler-Venn diaqramında müqayisə et. Dağ hündürlüyü 500 metrdən yuxarı olan zirvəsi yamaca ətəyi aydın nəzərə çarpan relyef formasıdır. Yəni dağın əsas fərqi təpədən odur ki, hündürlüyü 500 metrdən yuxarı olur. Amma təpə 500 metrdən aşağı olur. Hər ikisində, yəni həm dağda, həm də təpədə zirvə mövcuddur. Yəni hər ikisində zirvə, ətək və yamac olur. Zirvə, ətək və yamac hər ikisində olur. Bu da onların oxşar xüsusiyyəti yaza bilərik. Həmçinin dağlar hündürlüyünə görə də 3 qrupa bölünür: alçaq, orta və hündür dağlar. Terminlərin izahını yaz. Aşırım. Aşırım dağ zirvələrində və yaxud yamaclarında çökək ərazilərə deyilir. Yəni iki dağın arasında keçid üçün əlverişli olan ərazilərə aşırım deyilir. Yəni iki dağ arasında, iki yamac bölgəsi arasında çökək olan ərazilər. Bunlara aşırım deyilir. Pik dağın şiş uclu zirvələrinə, yəni dağın ən hündür nöqtəsi zirvədir. O şiş uclu olduqda şiş uclu zirvələrə pik deyilir. Və dağdakı hündürlüyü 500 metrdən, yəni mütləq hündürlüyü 500 metrdən yuxarı olan zirvəsi, yamacı və ətəyi aydın nəzərə çarpan relyef formasına dağ deyilir. Verilmiş ifadələrdən doğru və yanlış olanları qeyd et. Dağların okean və dəniz səviyyəsindən hündürlüyü 500 metrdən çox olur. Dağın okean və dəniz səviyyəsindən hündürlüyü, yəni mütləq hündürlüyü 500 metrdən çox olur. Ona görə bu doğru fikirdir. Təpənin ən hündür hissəsi pik adlanır. Dağın ən hündür şiş uclu zirvəsinə pik deyilir. Bu yanlışdır. Təpələr hündürlüyünə görə alçaq dağlar qrupuna aiddir. Belə deyək, dağlar hündürlüyünə görə 3 qrupa aiddir: alçaq, orta və hündür dağlar. Alçaq dağlar da 500-1000 metr arasıdır. Amma təpələr 500 metrdən aşağı olur. Ona görə bu yanlışdır. Ən hündür dağlar Avropada yerləşir. Dünyanın ən hündür dağları Asiya qitəsində olan Himalay dağlarıdır. Ona görə bu da yanlışdır. Orta dağlar 1000-2500 metr arası hündürlüyə malik olur. Doğrudur. Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü hündür dağ qrupuna aiddir. Bu da doğrudur. Bazardüzünün hündürlüyü 4466 metrdir. Yəni 2500 metrdən hündür olduğu üçün hündür dağlar qrupuna aiddir. Dağlara aid xüsusiyyətləri tamamla və onlara uyğun qruplar üzrə işarələ. Şiş uclu zirvələrə və dik yamaclara malik olur. Okean səviyyəsindən hündürlüyü, yəni şiş uclu və dik yamaclara malik olur. Okean səviyyəsindən hündürlüyü 2500 metrdən başlayır. Bu hündür dağlara aiddir. Çünki hündür dağlar şiş uclu zirvələrə malik olur. Ona görə bu hündür dağlara aiddir. Qafqaz və Himalay dağları bu qrupa daxildir. Çünki onların hündürlüyü 2500 metrdən çoxdur. Bu da hündür dağlara aiddir. Ural dağlarının ən hündür zirvəsi Narodnaya dağlarının hündürlüyü. Narodnaya Ural dağlarının ən hündür zirvəsidir. Bu sinif kitabında da verilir. 1894 metr. Bu da 1894 metrdə orta dağlara aiddir. Zirvələri nisbətən yastı, okean səviyyəsindən 1000-2500 metr hündürlükdə olur. Burada orta dağlara aiddir. Zirvəsi okean səviyyəsindən hündürlükdə. Yamacı və zirvəsi çox dik olmayan, yəni belə deyək, az meyilli olan, çox da dik olmayan dağlara alçaq dağlar deyilir. Bunlar da alçaq dağlar qrupuna aiddir. Yəni alçaq dağlar çox da dik olmur, amma o hündür dağlar daha dik olur və şiş uclu zirvələrə malik olur. Dünyanın fiziki xəritəsindən istifadə edərək aşağıda adları verilmiş dağları tap və hündürlüyünə görə hansı qruplara aid olduqlarını yaz. And dağları Cənubi Amerikanın qərbində yerləşir. Hündürlüyü 6960 metr. Ən hündür zirvəsi də Aconcagua zirvəsidir. Aconcagua zirvəsi. Və bu dağ hündür dağlar qrupuna aiddir. Burada hündür dağlar yaza bilərik. Ural dağları Avropa ilə Asiyanın sərhədində yerləşir. Hündürlüyü 1894 metrdir. Ən hündür zirvəsi Narodnaya zirvəsidir.
Narodnaya və Orta Dağlar qrupuna aiddir. Appalaç dağları hündürlüyü 2037 metr. Ən hündür zirvəsi Mitsel zirvəsidir. Və bu da Orta Dağlar qrupuna aid edilir. Qafqaz dağları hündürlüyü 5642 metr. Elbrus vulkanıdır ən hündür zirvəsi. Elbrus vulkanı və hündür dağlar qrupuna aid edilir. Qafqaz dağları da Avropa, Asiya zonasında, yəni hər ikisində düşür. Avropa və Asiya hissələri var. Xəritədə işarə edilən dağ silsiləsi haqqında 3 qısa fikir yaz. Xəritədə göstərilən dağ Şimali Amerikanın şərqində yerləşən Appalaç dağlarıdır. Appalaç dağlarıdır. Appalaç dağlarının ən hündür zirvəsi 2037 metr Mitsel zirvəsi hesab edilir. Appalaç dağları Orta Dağlar qrupuna aiddir. Appalaç dağları həmçinin seismik zonadan uzaqda yerləşir. Havaların toqquşma sərhədindən uzaqda yerləşir. Seismik deyil və yaşına görə qədim dağ hesab edilir. Həmçinin tektonik dağdır. Yəni mənşəyinə görə dağların tektonik qrupuna aid edilir. Verilmiş terminləri şəkillərlə əlaqələndir. Fikirlərini əsaslandıraraq ayrılmış sıralara müvafiq yaz. Tektonik dağ zirvəsi, tektonik dağ zirvəsi, vulkanik dağ, dağ silsiləsi və dağ sistemi. Burada A şəkili vulkanik dağdır. Burada da açıq bu görsənir. Ona görə bura vulkanik dağ yaza bilərik. Vulkanik dağ. Tektonik dağ zirvəsi D şəklidir. D şəkli tektonik dağ zirvəsi. Çünki burada bir zirvə göstərilib. Dağ zirvəsi. Dağ silsiləsi. Silsilə, yəni burada belə deyək, silsilə olaraq biz dağın hissələrini deyə bilərik. Dağ silsilələrini, yəni silsilə dağın hissələridir. Yəni tektonik dağlar bir xətt boyunca sıra şəklində yerləşirsə, yəni bir sıra şəklində yerləşirsə, buna dağ silsilələri deyilir. Burada da dağ silsilələri B variantına gedəcək. Dağ silsiləsi. Və C də dağ sistemləridir. Dağ sistemləri də silsilələr birləşərək bir sistem yaradırsa, yəni bu dağ sistemləri adlanır. Sistemlər. Bunları da izahını verdik. 10-cu sualda dağlarla bağlı doğru və yanlış fikirləri işarə. Qırışıq dağlar tektonik hərəkətlər nəticəsində yaranır. Bəli, qırışıq dağlar havaların toqquşması nəticəsində yaranır. Doğrudur. Vulkanik dağlar litosfer havalarının sərhədindən kənarda yaranır. Vulkanik dağlarda litosfer havalarının sərhədi zonalarında yaranır. Yəni onlara belə deyək, okeanın sahil zonalarında, həmçinin onların mərkəzi hissələrində, yəni litosfer havalarının seismik cəhətdən fəal olan ərazilərdə yaranır. Ona görə bu yanlışdır. Yəni kənarda yaranmır. Dağlar yaşına görə tektonik və vulkanik dağlar qrupuna bölünür. Yanlışdır. Cavan və qədim olur. Vulkanik mənşəli dağlarda lava axınlarının izləri görünür. Bəli. Konusvari formada olur. Lava axınlarının izləri görünür. Ona görə bu da doğru fikirdir. 11-ci tapşırıqda adları verilmiş dağlara aid tapşırıqları yerinə yetir. Böyük su ayrıcı dağlar, Ural, And, Qafqaz, Himalay və Appalaç dağları. Dünyanın fiziki xəritəsindən istifadə edərək adları verilən dağları tap və cədvəl üzrə qruplaşdır. Birinci böyük su ayrıcı dağları göstərək. Böyük su ayrıcı dağlar Avstraliyanın şərqində yerləşir. Və Avstraliyanın şərq hissəsi, yəni Avstraliya belə deyək, seismik ərazi olmadığı üçün böyük su ayrıcı dağlar da qədim dağlar qrupuna aiddir. Yəni böyük su ayrıcı dağlar qədim dağlar qrupuna gedir. Su ayrıcı. Daha sonra Ural dağları, Avropa ilə Asiya sərhədində yerləşir Ural dağları. Ural dağları da qədim dağlar qrupuna aiddir. Çünki o da litosfer havalarının sərhədindən uzaqda yerləşir. Daha sonra And dağları verilib. And dağları Cənubi Amerikadadır. Litosfer havalarının sərhədi zonasında yerləşir. Ona görə Cavan dağ qrupuna aiddir. Qafqaz dağları Ərəbistan və Avrasiya havalarının sərhədi zonasında yerləşir. Burada qara ilə göstərək. Qafqaz dağları, ona görə o da Cavan dağlar qrupuna aiddir. Qafqaz. Himalay dağları Alp-Himalay seismik qurşağında yerləşən Himalay dağları da Cavan dağlar qrupuna aiddir.
Çünki litosfer tavalarının sərhədində yerləşir. Appalaç dağları isə Şimali Amerikanın şərqində yerləşən qədim dağdır. Tavaların sərhədindən uzaqda yerləşir. Ona görə qədim dağlar qrupuna aiddir. Doğru ifadələri müəyyən et. Cavan dağlar qırışıq dağlara uyğun gəlir. Doğrudur. Cavan dağlar qırışıq dağlara uyğun gəlir. Hündürlüyü 1000 metrdən çox olan dağlar cavan dağlar qrupuna aiddir. Əsasən hündürlüyü 2500 metrdən yuxarı olan dağlar, yəni hündür dağlar cavan dağlar qrupuna aiddir. Ona görə bu yanlışdır. Cavan dağlar əsasən litosfer tavalarının sərhədində yerləşir. Doğru. Şahid dağlar tektonik cəhətdən fəal ərazilərdə yerləşir. Xeyr. Şahid dağlar tektonik cəhətdən fəal olmayan ərazilərdə əsasən olur. Qədim dağların yaşı təxminən 50-60 milyon olur. Xeyr, bu cavan dağlara aiddir. Qədim dağların yaşı 50-60 milyon olmur. Bu cavan dağlara aiddir. Bu yanlış fikirdir. Çünki qədim dağlar daha çox 200-300 milyon il əvvəl əhatə edir. Cavan dağlar dik və sıldırımlı yamaclara malik olur. Bu da doğru fikirdir. Düzgün cavabımız olacaq 1, 3, 6, yəni B variantı.